İzləyicilər, bugün biz sizinlə atmosfer sınağına baxacaq. Deməli, birinci sualdan başlayın. Rütubətli əmsalının hansı göstəricisində çay şəbəkəsinin sıxlığı daha çox olar? Biz ümumiyyətlə demişdik ki, rütubətli əmsalı vahidə yaxın olanda, vahiddən böyük olanda çay şəbəkəsinin sıxlığı daha çox olur. Yəni, vahid dediyimiz 1-ə yaxın olanda. Verilən rəqəmlər içərisində 1-ə ən yaxın olan D variantda veriblər. Deməli, testimizin doğru cavabı 1-də D olacaq. İkinci sual. Zirvələr daimi qar xəttindən yuxarıda yerləşən dağlar. Karpat dağları, Kap dağları, Qafqaz dağlarını verir bizə burada A variantında. Bu yanlışdır. B variantında Karpat, Böyük Sarıcı, Atlas. Bu da yanlışdır. C'də Ant, Himalay, Kardiy dağları. Bəli, bu dağların hər birinin zirvələri qar xəttindən yuxarıda yerləşir. Doğru cavabımız C olur. D'də deyir. Alp, Skandinaviya, Appalaç. Appalaç zirvəsi qar xəttindən aşağıda yerləşir. E'de deyir. Altay, Kap. Yine ki burada yanlıştı. Doğru cevabımız ikinci sualda olur. C variantı. Növbəti sual üçüncü sualda. Sxemdə təsvir edilmiş atmosfer hadisəsi üçün doğru fikri müəyyən edin. Biz sxemə baxsaq ki, görərək ki, mərkəzdə yüksək təzyiqdir. Kənara doğru isə getdikcə təzyiq azalır. Deməli bu olacaq antisiklon. Antisiklona ait doğru fikir tapaq onu gəlin. Havanın qalxan hərəkət müşahidə olunur. Xeyr. Enən hərəkətdir. Buludlu, rütubətli yağıntı olur. Xeyr, yanlış fikirdir. Hava kənardan mərkəzə doğru hərəkətdir. Əksinə, təzyiq harda daha çoxdursa, mərkəzdən kənara doğru hərəkət edilməlidir. Ona görə C-də yanlışdır. D-yə baxırıq. Atmosferin qapalı yüksək təzyiq sahəsində əmələ gəlir. Bəli. Bu doğru fikirdir. E-yə baxırıq. Mərkəzindən güclü külələr olur. Xeyr. Antisiklon mərkəzi sakit olur və buna şəlaket deyirlər. Ona görə E-də yanlışdır. Üçüncü sualımızın doğru cavabı D variantı. Növbət suala baxalım, dördüncü suala. Yağıntıların yağmasına təsir göstərən amilləri müəyyən edin. Gəlin yağıntıların yağmasına təsir edən amilləri biz müəyyən edən görən şanslardır. Okean cərəyanları bəli təsir edir. Surların mənşəyi təsir etmir ki, yanlışdır. Ərazi mütləq hündürlüyü təsir edir. Atmosfer təzyiq sahələri təbii ki təsir edir. Çayların bolsul olması bu yanlışdır. Meşələrin geniş sahə tutması bu da yanlışdır. Doğru cavabımız burada olur. 1, 3 və 4. Bu da verib bizə E variantında. Deməli testimizin doğru cavabı hansı olacaq? E variantı. Növbəti sual 5-ci sualda. 5-ci sualda deyir bizə. Verilmiş iqlim diaqramına uyğun gələn məntəqəyə ait olmayan fikri müəyyən edin. Gəlin ilk öncə bizi məntəqənin təyin edin. 1402 Aranın diaqramıdır, Lənkəranın. Buna aid olmayan fikri müəyyən edin. Mülayim isti iqlim tipində yerləşir. Bəli, A doğrudur. Yay gündönümü gündə günəş şüalarının düşmə bucağı Bakı şəhərinə nisbətən çoxdur. Daha cənubda yerləşdiyi üçün bu da doğru fikirdir. Şimal tropikin daha yaxın yerləşdiyi üçün yay gündönümdə günəş şüalarının düşmə bucağı daha çox olacaq. C-də deyir. Səpənin radiasının kəmiyyəti böyükdür. Bəli, buludluq çox olduğu üçün Lənkəranda səpənin radiasının kəmiyyəti böyük olur. C-də doğrudur. Arid dendosfer rey formula geniş yayılmışdır. D yanlışdır. Rütbətli ərazidir. Burada arid dendosfer rey formula geniş yayılmaz. Ümumiyyətlə Azərbaycanda arid dendosfer rey formula geniş yayıldığı ərazilər Qobustandadır. Sonra biz deyə bilərik ki, buradan Ceyrançal Acınhordadır və Naxçıvan alçaqdağlıq ərazilərindədir. E-də deyir, yağıntılar əsasən payız aylarında düşür. Daha çox düşür. Bəli, bu doğru fikirdir. Növbəti sual baxırıq biz. Deməli, 6-cı suala. 6-cı sualda deyir bizə. Sxemə əsasən A məntəqəsində havanın temperaturu 24 dərəcə, B-də isə 16-18 dərəcə olarsa, kəsmə yüksəkliyi və məntəqələr arasında atmosfer təzyiq fərqini hesablayın. Biz ilk öncə A məntəqəsinin B məntəqəsi arasında temperatur fərqini tapaq. Yəni, biz 24 çıxılsın 16,8 bərabər eləyir 7,2-yə. 7,2 dərəcə temperatur fərqi var. Biz bunu hündürlüyə çevirsək 1000 metrdə temperatur 6 dərəcə dəyişir. X metrdə götürəcək biz 7,2 dərəcə. X tapırıq buradan 1200 metr.
1300 metr. Gəlin A-dan B arasına baxan görək. Neçə kəsmə yüksəliyi var? 1, 1, 2, 3, 4 dənə kəsmə yüksəliyi var. 1200'ü bölürük biz 4'ə. Edir 300 metr. Bizim kəsmə yüksəliyimiz olur 300 metr. Sonra nə istəyir bizdən? Bizdən istəyir ki, A və B məntəq arasında təzyiq fərqi nə qədər olar? 1200 metr fərqi varsa, biz demişdik təzyiq hər 10 metrdə 1 mm cüvə sütunu 1 mm cüvə sütunu azalır. 1200 metrede götürürük biz X'ı. X tapırı buradan 120 mm cüvə sütunu. Deməli testimizin doğru cavabı olacaq. Kəsmə yüksəliyini tapdıq 300 metr. Təzyiq fərqi də oldu 120 mm cüvə sütunu. B variantı doğrudur. Növbəti sual 7-ci suala baxayım biz. 7-ci sualda deyir bizə günəşli saatlar miqdarının az olduğu ərazilər müəyyən edin. Günəşli saatların miqdarı hansı ərazilərdə az olar? Buludluğun daha çox olduğu ərazilər. Lənkəran vağını deyə bilərik. Mindüz yanlışdır. Beşakal Cəm Yamacan deyə bilərik, doğrudur. Abşeron yarımadası yanlışdır. Zəngəzur dağları yanlışdır. Doğru cavabımız olur 1-dən 3. Bu da verilib D variantında. Testimizin doğru cavabı D variantı. Növbəti suala baxırıq biz. 8-ci sual. 8-ci sualda deyir. Temperatur 30 dərəcə olan havanın, yəni 1 metr kub havadan söhbət gedir burada. Həcmində 21 gram su buxarı var. Hava 20 dərəcəyə qədər soyuduqda onda neçə gram su ayrılır? İlk öncə biz qeyd edəyən ki 30 dərəcə temperaturda, müsbət 30 dərəcədə 30 gram su buxarı var. Amma bu sualın şərtinə görə hal-hazırda burada 21 gram su var bu vəziyyətdə. Biz 20 dərəcə temperaturda 17 gram su buxarı olduğunu bilirik. Və bizə deyir ki, hava 30 dərəcə, müsbət 30 dərəcədən 20 dərəcəyə soyunarsa, ondan nə qədər su buxarı ayrılır? 30 dərəcənin tərkibində hal-hazırda 21 gram su buxarı var. 20 dərəcədə maksimum özündə 17 gram su buxarı saxlayır. O zaman biz 21'dən çıxırıq 17'ni. Qalır burada 4 gram. Testimizin doğru cevabı E variantı. Növbəti sual 9-cu sual. İqlim diaqramına uyğun gələn məntəqəni müəyyən edin. Gəlin müəyyəndən görə hansı məntəqədir? İqlim diaqramı şimal yarımkəsində subekvator iqlim uşağının diaqramıdır. Yəni şimal yarımkəsində subekvator iqlim uşağında yerləşən məntəqəni müəyyən etməliyik. Atlasaqlar yanlışdır. Qviana adası doğrudur. Florida tropik iqlim uşağında yerləşir, yanlışdır. Yeni Qviana adası cənub yarımkəsində subekvatoruna düşür. Turanovalığa tropik və mülayim iqlim uşağında yerləşir, bu da yanlışdır. Doğru cavabımız burada olur. B variantı. Növbəti sual 10-cu sual. 10-cu sualda deyir bizə tropik hava kütlələrinin müvafiq olaraq yayda, qışda və il boyu hakim olduğu iqlim uşaqları müəyyən edin. Tropik hava kütlələri yayda hakim olaraq da subtropikdə. Deməli yayda subtropikdə. Qışda harda olacaq? Subekvatoralda. Torialda. İl boyu da tropikin özündə olur. Gəlin cavablara baxayım. Subtropik, subekvatoral və tropik verilib D variantında. Deməli testimizin doğru cavabı olacaq burada D variantı. Üzr istəyirəm. Burada yayda deyilsə birinci yaydan başlamalıyıq. O zaman olacaq burada subekvatoral, yayda subekvatoralda olur. Qışda subtropik və tropik. Doğru cavabımız olacaq E variantı. Aha. Növbəti suala baxırıq biz burada. 11-ci sual. İqlim diaqramına aid oxşar xüsusiyyətləri müəyyən edin. İlk öncə iqlim diaqramlarının hansı iqlim uşaqlarına aid olduğunu müəyyən edin. Subekvator iqlim uşağının diaqramlardır. Birincisi verilən cənubunda. Cənub yarımkəsi. İkincisi isə şimal. Şimal yarımkəsi. Subekvator iqlim uşağının diaqramlardır bunlar. Birinci göstərilən cənub yarımkəsidir. Aşağıda göstərilən isə şimal yarımkəsinin diaqramıdır. Gəlin buna aid xüsusiyyətləri müəyyən edək biz. Hər ikisinin ortaq xüsusiyyətlərin.
Hər ikisinin ortaq xüsusiyyətləri. Yağıntılar dekabr, yanvar, fevral aylarında düşür. Bu cənubun ekvatorlar. Ona görə bir yanlışdır. Hər ikisini götürə bilmirik. Afrika materikində rast gəlinir. Bəli. Hər ikisinə biz rast gəlirik. Ekvatoral tropik hava kütlələri hakim olur. Bəli. Bu da doğrudur. Əsas iqlim uşağının diaqramıdır. Subekvatoral iqlim uşağı keçid iqlim uşağı olduğu üçün 4 yanlışdır. İl boyu qalxan hava kütlələri səciyyəvidir. Bu da yanlışdır. İki fəsil müşahidə olunur. Yay fəsli isti və rütbətli, qış fəsli isə isti və quru olur. 6 doğrudur. Deməli doğru cavabımız olur burada. 2, 3 və 6. A variantını veriblər. Növbəti sual 12-ci sualdır. Mülayim dəniz iqlim tipinin cədvəldə verilmiş iqlim tipləri ilə oxşar xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edin. Cədvəldə verib bizə Araq dəniz iqlim tipi və bərabər rütbətli subtropik iqlim tipi. Bunların ortaq xüsusiyyətlərini tapmalıyıq. Birdə deyir, şimal materiklərin ərazisində daha geniş ərazi tutur. Həm Aralıq, həm də mülayim dəniz. Doğrudur bu. 2-də deyir, yağıntılar miqdarı il boyu təxminən bərabər paylanır. Həm bərabər rütbətli subtropik iqlim uşağında, həm də mülayim dəniz üçün doğru xüsusiyyətdir bu. 3-də deyir, yalnız materiklərin qərb sahələrində müşahidə olunur. Araq dənizi üçün doğru fikirdir bu. Amma mülayim dəniz üçün yanlışdır. Mülayim dəniz materiklərin şərqində rast gəlinir. 3 yanlışdır. 4-də baxırıq. Şimal yarımkəsində rast gəlinmir. Bəli, bərabər rütbətli subtropik iqlim uşağı şimal yarımkəsində rast gəlinmir. Amma mülayim dənizə rast gəlindiyi üçün 4 yanlışdır. 5-ə baxırıq. Yağıntılar qış aylarında düşür. Mülayim dənizdə yağıntılar il boyu bərabər paylanır. Amma Araq dənizində yağıntılar qış aylarında düşür. Ona görə bu ortaq xüsusiyyət kimi götürmək olmaz. 6-ya baxırıq. Temperaturun illik amplitudu kiçikdir. Bəli, həm mülayim dənizdə, həm də bərabər rütbətli subtropik iqlim uşağı üçün bu doğru xüsusiyyətdir. Deməli, bizim doğru cavablarımız 1, 2 və 6 olur. Bu da verilib C variantında. Növbəti sual baxırıq biz 13-cü suala. 13-cü sualda deyir ki, uyğunluğu müəyyən edin. Gəlin uyğunluğu müəyyən edək biz buradan. Uyğunluğu müəyyən edin. Mülayim dəniz, tropik musson. Düzdürmü? Aha. Deməli uyğunluğu müəyyən edin. Mülayim dənizdə yerləşir. Yəni 1-ə götürəcək bizdə verilənlər içərisində hansın? Dublini. İkinciyə götürəcək biz tropik dənizdə yerləşir. Verilən şəhərlər içərisindən Havana, 2A. Üçüncüsünə baxırıq. Deməli, tropik mussonda yerləşir Şanxay. Dördüncüsünə baxırıq. Mülayim kontinentalda da yerləşir burada Kiyev. Deməli, bizim testimizin doğru cavabı olur burada. 1C, 2A olur, 3B, 4 D. Verilib B variantında. B variantı doğrudur. Növbəti suala baxırıq biz. 14-cü sual. Verilən xüsusiyyətlərin uyğun gələn məntəqəni müəyyən edin. Bizə bir neçə xüsusiyyət verib, onun hansı ərazi üçün doğru olduğunu müəyyən edin. Orta illik temperaturu azdır. Yağıntılar il boyu bərabər düşür. Fəsillər aydın müşahidə olunur. Günəş zeyintli olunur. Amazon ovalığında fəsillər aydın müşahidə olunmaq üçün A yanlışdır. Kore yarımadasında fəsillər aydın müşahidə olunur. Günəş zeyintli olunur. Yağıntılar amma il boyu bərabər düşmür. Çünki burada yağıntılar yayda düşür. Ona görə bu da yanlışdır. Mesopotamiya ovalığında orta illik temperaturu azdır. Yağıntılar il boyu bərabər düşmür. Bu xüsusiyyəti onun kimi götürə bilmərik. C yanlışdır. Ütlandiya yarımadasında orta illik temperaturu bəli azdır. Yağıntılar il boyu bərabər düşür. Fəsillər aydın müşahidə olunur. Günəş zeyintli olunur. D doğrudur. Yava adasında orta illik temperaturu azdır. Yağıntılar il boyu bərabər düşür. Amma fəsillər aydın müşahidə olunmur burada. Həmçinin günəş burada zeyintli olur. Ona görə E də yanlışdır. Doğru cavabımız olur bizim 14-cü sualda D variantı. Baxırıq növbətinci sualı 15-ci sualda. Xəritə sxemə uyğun gələn əslən uyğunluğu müəyyən edin. Qışı qıra keçən yarım sahələ qurçölə verib bizə burada. Deməli, qışı qıra keçən yarım sahələ qurçöl verib. Bütün fəsilləri bol yağın soyuq iqlim verib. Üçüncüsü və dördüncüsündə də verib bizə yay qıra keçən soyuq iqlim tipləri. Bunlara aid uyğunluğu müəyyən etməliyik.
Kışıqra keçən yarımsərə qürçül Naxçıvanda da Arazva üzərinkilərdədir. 1'e 6'nı götürürük biz. Bütün fəsillərdə bol yağıntı alan soy iqlim tipi verilən məntəqələr içərisində Böyük Çakazın cəmi yamacındadır. 2'ye 7 uyğun gəlir. Üçüncüsündə deyir, qışıqra keçən mülayim isti iqlim tipi. Qışıqra keçən mülayim isti iqlim tipi verilən məntəqələr arasında 9-cu məntəqədədir. 3'e uyğun gəlir 9. Yay qura keçən soy iqlim tipi də Naxçıvandadır və bu da uyğun gəlir 8-ci məntəqəyə. Deməli biz götürdük 1'e 6, 2'ye 7'ni, 3'e 9, 4'e ise 8. Cavabımız B variantı. Növbəti sual 16-cı sualdır. Gəlin 16-cı suala baxın. Uyğunluğu müəyyən edin. Gəlin uyğunluğu müəyyən edin. Doğru fikirsə qabağında doğru olmalıdır. Yanlışdırsa yanlış olmalıdır. Deməli baxırıq biz. Cənub pasatları A-da deyir. Cənub pasatları Şərqi Avstraliyanın sahillərinə çoxlu yağıntı gətirir. Doğru fikirdir, amma qabağına yanlış yazılıb. Ona görə yanlışdır bu. B-də deyir. Nisbi rütubətlilik çox olan ərazilərdə intensiv fiziki aşınma prosesi başlayır. Fiziki aşınma olmaz, kimyəvi aşınma olar. Ona görə burada yanlış fikirdir, qabağına doğru yazılı götürmürük biz. C-də deyir. Salyan dizində havanın ortada iç temperaturu qanı çəkirliyindən çoxdur. Doğru fikirdir, amma qabağına yanlış yazılıb biz götürmürük bunu. D-də deyir. Mülayim quşağında illik temperatur amplitudu daha böyükdür. Bəli, mülayim iqlim quşağında illik temperaturun daha böyükdür və qarşısına doğru yazıldığı üçün D variantı doğrudur. E-də deyir. Siklonun mərkəzində hava sakit olur və buna şəlakət deyirlər. Bu antisiklona aid olan xüsusiyyətdir. Yanlış fikirdir, qabağına doğru yazıldığı üçün götürmürük. Doğru cavabımız olur D variantı burada. Növbəti sual 17-ci sualdır. 17-ci sualda deyir. Şimali Amerika materikinə aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edin. Ekvator iqlim quşağına rast gəlinmir. Doğru fikirdir. Rast gəlinmir burada. Ən rütubətli materik deyir. Bu Cənubi Amerikada yanlışdır bu. 3-də deyir. Şimal yarımkəsinin bütün iqlim quşaqlarında yerləşir. Ekvatordan başqa hamısında yerləşir. Onca 3-də yanlışdır. Qərb sahillərində Alyaska və Şimal Sakit Okean cərəyanları yağıntının miqdarını artırır. Bəli, doğru fikirdir. 5. Stropik iqlim quşağının bütün iqlim tipləri rast gəlinir. Bərabər rütubətli stropik iqlim tipi yoxdur burada. Ona görə 5 yanlışdır. 6. Qərb yarımkəsinin ən isti məntəqəsi olan ölüm dərəsi burada yerləşir. Doğru fikirdir. Deməli bizim doğrularımız olur burada 1, 4 və 6. Verilib D variantında. Doğru cavabımız D. Növbəti sual baxır 18-ci sual. 18-ci sualda deyir ki, Euler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Euler-Venn diaqramına uyğun gələn bəndləri müəyyən etmək üçün biz birinci diaqramda verir bizə Avstraliya, ikincisində verir bizə Cənubi Amerika, orta xüsusiyyətlərini müəyyən etməliyik. O zaman biz 1, 2 və 3 qeyd edək. Bunları müəyyənləşdirək. Birinci verir bizə Avstraliya. Avstraliyada uyğun xüsusiyyətləri seçməliyik. Gəlin xüsusiyyətlərə oxuyayın, ona uyğun təyin edək. Uclar nöqtələri 3 yarımçıda yerləşir. Bu Cənubi Amerikada. Yəni biz ikincisine 1'i götürürük. Bərabər rütbətli stropik iqlim tipinə rast gəlinir. Hər ikisində rast gəlinir. Bu ortaq xüsusiyyətdir. Materikin üzərində qütb buluzu müşahidə edilmir. Avstraliya materiki cəmi yarımkəsində yerləşdiyi üçün tamamilə qütb buluzu müşahidə olunmur. Çünki qütb buluzu harda olur? Şimal yarımkəsində. Ona görə biz 1'e götürürük 3'ü. Materik üzərində ilin müxtəlif fəsillərində ekvatoral, tropik və mülayim hava kütlələri hakim olur. Hər ikisində olur bu. Bu ortaq xüsusiyyətdir. İqlim quşaqları təkrarlanır. İqlim quşaqları hansında təkrarlanır? Cənubi Amerikada. Ekvatorun şimalında asılı ekvator iqlim quşağı var, cənubda da var. Təkrarlandığı üçün biz bu xüsusiyyəti götürürük Cənubi Amerikaya. Alp qışına dağlar rast gəlinmir. Hansı materikdir? Avstraliyada biz alp qışına dağlar rast gəlmirik. 3'e olur. 6 olur, daha doğrusu 1'e. Deməli biz 1'e götürdük 3 6'nı, 2'ye 1 5. Oxşar xüsusiyyət kimə götürdük? 2 ilə 4'ü. Doğru cavabımız olur B variantı. Növbəti suala baxayın 19-cu suala. Yer səthində albedonun daha az olduğu səthi müəyyən edin. Gəlin müəyyən edək. Ən çox hansındadır? Buzdadır. Ən çox bundadır.
En az hansında ise suyun istilik tutumu daha çok olduğu için güneş alanı daha çok udur. Ona göre en az hansında olacak suda. Doğru cevabımız D variantı. 20. sual. Xəritə sxemdə AB düz xətt üzrə rast gəlinən hansı iqlim tipinə həmçinin biz işarələnmiş ərazidə rast gəlmək olar. Baxsaq ki, işarələnmiş ərazi Talaş dağlarıdır. Gəlin variantlara uyğun tapayın. Qışıq rakitçən mülayim isti iqlim tipi. A variantında nə A'dan B'yə doğru biz qışıq rakitçən mülayim isti iqlim tipi rast gəlmirik. A yanlışdır. A yanlıştı. Yay qırakıçan soy iqlim. A'dan B'ye doğru geçsek biz yay qırakıçan soy iqlim tipini görmürük. B de yanlıştı. C'de değil. Qışı soy iqlim yarım səhərə və quru iqlimi. Biz bu Naxçıvanda olduğu için A'dan B'ye gittiğimiz zaman bunu da müşahidə etməliyik. D'de değil. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi. Bəli, həm Talış dağlarında həm də Beş Akazın cəm yamacında var. D doğrudur. E'de değil. Qışı qırakıçan soy iqlim tipi. A'dan B'ye doğru hərəkət ettiğimiz zaman biz qışıq rakitçən soy iqlim tipinə rast gəlmərik. Ona görə E de yanlışdır. Doğru cevabımız burada olur. D variantı. Növbəti sual 21-ci sualdır. 21-ci sualda deyir ki bizə kondensasiya nəticəsində əmələ gələn yağıntı növləri hansılardır? Dumandır. Dumanı götürürük biz burada. Yağışdır və şehiddir. Yani bizim doğru cevabımız olur burada 1, 3 ve 5. C variantı. Növbəti sual 22-ci sualdır. Hansı məntəqədə temperaturun daha yüksək olduğu müəyyəndir? Biz bu tip sualları necə müəyyən edə bilərik? Gəlin baxalım. Bunu müəyyən etmək üçün biz hesablama işləri aparmalıyıq. Hesablama işlərinə əsasən biz təyin etməliyik ki, hansı məntəqədə su saxlama qabiliyyəti nə qədərdir və yaxud hansı məntəqənin temperaturu daha çoxdur. O zaman biz birinci məntəqəni hesablayaq burada. Görə birinci məntəqədə nə qədər temperatur da su saxlaya bilir. Hal-hazırda birinci məntəqədə deməli, birinci məntəqəyə baxırıq 5 qram. 5 qram 65% verib bizə. X qramda götürürük biz 100%. X tapırıq buradan. Yəni 500'ü biz bölməliyik 65'ə. Bu saxlayır özündə 7,7 qram su. Qarşısına yazırıq bunun 7,7 qram. 7,7 qram. İkinci məntəqəyə baxayım biz. İkinci məntəqəni görək. Deməli 2,7 qram olub 80%. X qramda olub 100%. X tapsaq buradan olacaq burada. Deməli 270'i biz bölməliyik 100'ə. 270'i 100'ə bölsək, daha doğrusu 100'ə yox 80'ə bölməliyik. 270'i bölməliyik biz 80'ə. Bu da eləyir 3,3 qram. 3,3 qram. İkinci məntəqədə olur nə qədər? 3,3 qram. Üçüncü məntəqəyə baxırıq biz. Üçüncü məntəqədə deməli 4,2 qramımız, 4,2 qramımız bizim 100 yox, daha doğrusu 40%'dir. X qramımız da bizim 100%'dir. X tapsaq buradan, yəni biz 420'ni bölməliyik 40'a. 420'ni bölməliyik 40'a. Görək nə qədər eləyir bu? Eləyir bu 10,5 qram. 10,5 qram. Üçüncü məntəqədə olur 10,5 qram. Dördüncü məntəqəyə baxayım biz. Dördüncü məntəqədə 3 qramımız bizim olur. 3 qramımız bizim olur 75%. Və X qramımız da olur bizim 100%. 300'ü bölməliyik biz 75'ə. Tapırıq buradan. 300'də 75'ə bölsək edir 4 qram. 4 qram. Deməli bizim dördüncü məntəqədə nə qədərsi var? 4 qram. 4 qram. Beşinci məntəqəyə baxırıq biz. Beşinci məntəqəni tapağın görə nə qədər eləyir? Deməli biz götürürük buradan 4,5'i 4,5'i götürürük biz 60%. X'e götürürük buradan 100%.
faiz. X tapsaq buradan. Deməli, X tapsaq buradan nə qədər eləyir? 450 bölmək biz 60-a. 450 böl 60-a. 7,5. 5-ci məntəqədə olur 7,5 qram. Deməli, birinci məntəqə oldu 7,7 qram. İkinci məntəqədə oldu. Daha aydın şəkildə yazan görən. Arıcılıqla yazıram 7,7 qram. İkinci məntəqədə oldu bizdə 3,3 qram. 3 qram. Üçüncü məntəqədə oldu 10,5 qram. Dördüncü məntəqədə oldu 4 qram. Beşinci məntəqədə oldu 7,5 qram. 7,5 qram. Hansında daha çox sağlama qabiliyyəti var? Üçüncü məntəqədə. Yəni bizim doğru cavabımız olur burada 3. E variantı. Növbəti sual. Baxırıq biz 23-cü suala. İqlim diaqramına uyğun gələn məntəqəni müəyyən edin. İqlim diaqramına baxsaq biz mülayim kontinental iqlim tipinin diaqramını görürük burada. Və buna uyğun gələn məntəqələri müəyyənləsək, mülayim kontinental iqlim tipində yerləşən şəhərlər. Baxsaq, buradan Moskva yerləşir, doğrudur. Astana kəskin kontinentdə yerləşir, yanlışdır. Budapeşt, doğrudur. London mülayim dənizdə yerləşir, yanlışdır. Tehran tropik kontinentalda yerləşir, yanlışdır. Və Kiyev, doğrudur. Deməli, bizim doğru cavabımız olur burada 1, 3 və 6. Növbəti sualımız 24-cü sualdır. 24-cü sualda deyir bizə, əsasən tropik iqlim qurşağında yerləşən yaylaları müəyyən edin. Gəlin müəyyən edin görək hansı yaylalar əsasən tropik iqlim qurşağında yerləşir. Baxsaq, Dekan ekvator iqlim qurşağında yerləşir, yanlışdır. Anadolu yerləşir, doğrudur. Meseta yerləşir, doğrudur. Viviana ekvator iqlim qurşağında yerləşir, yanlışdır. Orta Sibir mülayimdə yerləşir, bu da yanlışdır. Yanlışdır. İran yerləşir, doğrudur. Doğru cavablarımız olurdu 2, 3 və 6. 2, 3 və 6. 24-cü sualın doğru cavabı 2, 3 və 6 olur. 25-ci suala baxırıq biz. 25-ci sualda deyir bizə, dağın ətəyində okean səviyyəsində havanın temperaturu 28 dərəcədir. Zirvədə isə atmosfer təzyiqi. Düşünən ki, bir dağdır bu. Bir dağdır bu. Ətəyi okean səviyyəsidir. 0 metrdir. Ətəyində temperatur verir bizə 28 dərəcə. Zirvədə atmosfer təzyiqini verir bizə 560 millimetr civə sütunu. Bizə deyir ki, dağın zirvəsində havanın temperaturu müəyyən edin. Biz necə təyin edə bilərik? Okean səviyyəsi dediyi üçün burada təzyiq nə qədər olur? 760 millimetr civə sütunu. Təzyiq fərqini tapırıq. 760-dan çıxırıq biz deməli 560-ın qalır 200 metr. 200 millimetr civə sütunu. Onu da biz metrə çevirəndə vurmalıyıq ona. Çünki təzyiq hər 10 metrdə 1 millimetr civə sütunu azalır. 200-ü də vururuq biz ona, tapırıq 2000 metr. Deməli, bu dağın hündürlüyü 2000 metrdir. 2000 metrə temperatur nə qədər azalar? Gəlin onu da müəyyən. Hər 1000 metrdə temperatur azalır 6 dərəcə. 2000 metrdə də azalacaq. X tapırıq 12 dərəcə azalacaq. Yəni biz dağın ətəyindən zirvəsinə doğru qalxdıqca 12 dərəcə temperatur azalarsa 28-dən çıxırıq biz. 28-dən çıxırıq 12-sin. Qalır nə qədər? 16 dərəcə. Deməli, dağın zirvəsində temperatur nə qədər olacaq? 16 dərəcə. Cavabımız olur 16 dərəcə. Növbəti sual 26-cı sualdır. Gəlin 26-cı suala baxayın. Ümumi günəş radiyasının 40%, yəni 80 kilokalorisi yer səthindən əks olunmuşdur. Bizdən ümumi və udulan radiasiyanın miqdarı müəyyən istəyir bizdən. Gəlin müəyyən edəyin. İlk öncə biz ümumi radiasiyanı təyin edəyin. 80 bunun əks olunanıdır. Neçə faiz verib? Bizə 40% verib. X-da götürürük 100%. X tapsaq buradan ümumisi elə bunun 200. 200 kilokalori. Ümumi radiasiya miqdarıdır. Bunun 80 kilokalorisi
əks olunubsa, udlanı tapmaq istəyiriksə, deməli ümumisi oldu 200. İn tapırıq biz udlanı. Udlanı tapanda 200-dən də çıxırıq biz 80-i. Qalır 120 kilokalori. Deməli, udlan radiyasiya miqdarı 120 kilokalori oldu. Ümumi radiyasiya miqdarı da 200. Növbəti sual 27-ci sualdır. Gəlin 27-ci suala baxalım. Reskamızda müşahidə olunan küləkləri müəyyən edin. Gəlin müəyyən edin. Hansı küləklərdir ki, bizim ölkədə müşahidə olunur? Gilavar müşahidə olunur. Bora bizdə olmur. Səmun bizim ölkədə olmur. Fön olur. Yəni 1, 4, hələ ki mümkündür. Tayfun bizim ölkədə müşahidə olunmur. Mistral da müşahidə olunmur. Doğru cavabımız olur burada. 27-ci sualda 1 və 4. Situasiya verir bizə. Situasiya deyir bizə. İqlim göstəricilərinə əsasən hər hansı bir ərazinin iqlim xüsusiyyətlərini öyrənmək mümkündür. Bu iqlim tipi Sakit Okean, qismən də Atlantik Okeanın şərq sahillərində yayılmışdır. Təqdim olunmuş iqlim diaqramına əsasən 28-ci və 30-cu sualları cavablandırın. İqlim diaqramına baxanda biz subtropik musson iqlim tipini görürük. İqlim diaqramına aid olduğu iqlim quşağı və iqlim tipi müəyyən edin. 28-ci sualın cavabı olur subtropik iqlim tipdə musson. 28-ci sualımızın cavabı subtropik quşağına yerləşən diaqramdır və subtropik musson iqlim tipidir. Cavab olur bu. Baxırıq 29-a. İqlim diaqramına əsasən yağıntıların hansı fəsildə düşdüyünü. Baxırıq ki, yağıntılar yay aylarında daha çox düşür. Ümumiyyətlə musson iqlim tipində yağıntılar harda düşür? Yay aylarında. Hansı fəsil? Yay fəsli. Yay fəsli. Sonra deyir bizə. Və quraq dövrü hansı fəsil uyğun gəldiyini müəyyən edin. Quraq fəsildə olur hansı? Qış ayları. Qış aylarında suvarma əkinçiliyi aparırlar. Yayda isə xeyr. Deməli doğru cavabımız olur burada. Yayda yağıntılı olur, qış ayları isə quraq keçir. 29-cu sualın cavabı. Baxırıq 30-cu sualın cavabına. İqlim diaqramına uyğun gələn ən az 3 məntəqə qeyd edin. Gəlin qeyd edəyək 30-cu sualda biz Koreya yarımadası. Koreya yarımadası. Sonra biz deyə bilərik böyük Çin düzənliyi. Çin düzənliyi. Deyə bilərik biz buradan. Sonra Küs adasını qeyd edə bilərik. Höns adasında var. Yaza bilərik Höns adasında. Həmçinin biz Şimal Amerikanın şərq hissələrində də müşahidə edə bilərik ki, Atlantik Okean sahillərində qeyd edə bilərik.